Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində narahat edici və cəmiyyət üçün olduqca təhlükəli bir hadisə yaşanır. Sosial şəbəkələrdə və sakinlər arasında yayılan məlumata görə bir neçə gündür 104 nömrəli tam orta məktəbin ətrafında, hətta daxilində şübhəli və təhlükəli bir şəxs peyda olub. İddialara əsasən təxminən 45-50 yaşlarında olan bu şəxs özünü müharibə iştirakçısı, qazi kimi təqdim edir, bu yolla məktəbin içərisinə daxil olur. Lakin məqsədi heç də humanist və ya sosial deyil. Məktəblilərin, xüsusilə də məktəbli qızların arxasınca düşərək onlara əxlaqsız təkliflər etdiyi, nalayiq hərəkətlərə yol verdiyi bildirilir. Şahidlərin sözlərinə görə həmin şəxs artıq 4 gündür məktəb ərazisində görünüb və bir neçə dəfə binanın içərisinə daxil olmağı da bacarıb. Məhz bu hal valideynləri və məktəbdə təhsil alan şagirdləri təşvişə salıb. Hadisənin şahidi olan bir valideyn yaşananları belə danışır. Uşaqların çıxan vaxtı idi, fikrimiz çöndü. Kişi təlaşlı vəziyyətdə kutka qabağında çıxdı çölə. Bir anlı belə qaçan fason. Anlıq kurtkası sürüşdü, çılpaq vəziyyətdə idi. Kameralar işləyirsə məktəbdə, orada o kişinin düşməməyi mümkün deyil. Çünki məktəbin içindən çıxdı o adam. O qızın dalınca girib məktəbə. Sonra başqa qızları koridorda görüb, o qızı tapa bilməyib, uşaq gizlənib, başqa qızlara əxlaqsız təklif edib. Şagirdlər və digər valideynlərin də verdiyi məlumata görə həmin şəxs əvvəlcə məktəbə daxil olmaq üçün qapıçıya özünü qazi kimi təqdim edir.